وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nebiyyə bədə əmmə bə'd. Selamu aleykum və rahmetullah və barakatuhu. Biz deməli, La ilahe illallahın şərtlərini oxumaqda davam edirik. Deməli, gəldik 5-ci şərtə çatdıq. O da şərtlərdən də biri La ilahe illallah məhəbbə. Yəni, sevmək. Allah sevgisindən bəhs edir mövzu. Yəni, Allahın təkliyin. Deyirsən ki, Allahdan başqa ilah yoxdur. Və tövhidi ispat edirsən, təbii ki, sevgi olmalıdır. Bu sevgidən irəli gəlir. Yəni, Allahdan qeyrisini sevməmək. Allahı sevmək və Allahdan qeyrisini sevməmək. Nə etmək? Buğd eləmək, qəzəb eləmək. Sevməməyin əksi mənası odur. İkrah etmək. Və Şeyx Rahimullah burada dəlil gətirir və dəlillərdən birinci minən nəsi mən yəttəxidu min dunillahi əndədən yuhibbunəhum kəhubbillah vəllədinə əmənu əşəddu hubbəlillah. Yəni Şeyx birinci bir ayə gətirir onlardan. Ayədə bəhs gedir insanlardan, onlar ki, müşriklərdən ki, onlar öz bütlərin Allahı sevən kimi sevirlər və ya ondan da daha çox. Ondan da daha çox. Yəni, bu onu göstərir ki, müşriklər öz bütlərin Allahı sevən kimi və ya Allahdan da daha çox sevərlər. Və Şeyx burada göstərir ki, bu ayədə dəlildir ki, sevgi nə vaxt düzgün sayılır? Yəni Allah sevgisi. Sırf onu sevsən, ondan qeyri bütün ilahları buğd eləsən, inkar eləsən və onda sənin sevgin Allaha düz sayılır. Və həmçinin onu tanıyıb, onu əməl eləmək, bunu deyənləri sevmək. Çünki müəllif burada gətirir, hədisdə də. İmanın əlamətlərindəndir. Və başqa ayədə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu mən yərtəddə minkum ən dinihi. Ey iman gətirənlərə buyurur ki, əgər sizdən kimsə dini tərk eləsə, fəsəvfə yətilləh bi qovmi yuhibbuhum və yuhibbunəhu. Sonra elə bir qovm gələcək ki, yuhibbuhum və yuhibbunəhu. Allah onları sevər, onlar da Allah'ı. Birinci. Əzillətinə aləl-mü'minin. Möminlərə qarşı rəhimli. Əizzətinə aləl-kafirin. Kafirlərə qarşı şiddətli. Yücahidunə fi səbilillah. Və lə yəxafunə lövmətə ləim. Və Allah yolunda cihad eləyərlər və Allahdan başqa heç kəsdən qorxmazlar. 5 dənə sifət. Lakin şahid nədir? Yuhibbuhum və yuhibbunəhu. Allah onları sevər, onlar da Allah'ı. Deməli, Allah sevir. Düz deyil, onun mislində heç nə yoxdur. Ona xas olan, onun Allah Taala'nın ixtiyari sifətlərindəndir. Çünki Allah'ın sifətləri var. Var zatı, hansı ki daim onun adı görməyi, eşitməyi, elmi və s. Həmçinin var ixtiyari. Yəni, istəsə, daim onunla deyil. Sadəcə sevmək istəsə sevir. Məsələn, nazil olmaq istəsə nazil olur. Gəlmək istəsə gəlir. O ixtiyari sifətdir. Allah Taala'nın zatı yox. Və bu ayədə ispat edir ki, Allah Taala sevir. Çünki təvil əhli Allah Taala'nın sevməyini inkar edirlər. Allah Taala'nın qəzəbini inkar edirlər. Allah Taala'nın nazil olmağını inkar edirlər. Biz ispat edirik. Lakin qaydana Allah Taala buyurur, Leysə kəmislihi şey, onun mislində heç nə yoxdur. Və sonra müəllif burada hədis gətirir. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Sələsə mən kunna fihi vəcədə hələvətil iman. 3 şey kimdə olsa, imanın ləzzətini doyacaq. İmanın ləzzətini doyacaq o şəxs ki, 3 şey olsa onda. Ən birinci, ən yəkunallaha və rasuləhu əhabbə iləyhi mimmə səvahuma.
وأن يحب المرء ما لا يحبه إلا لله وأن يكره أن يعود في الكفر بعد إذ أنقذه الله منه كما يكره أن يقذف في النار. Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, 3 şey olsa kimdə o imanın ləzzətini görəcək. Ən birinci, Allah və Rasulun hamısından çox sevmək. Allah və Rasulun hamısından çox sevmək. İkinci, mömin qardaşı Allah üçün sevmək. Nəysə başqa şey görə yox. Pula görə, vəzifəyə görə, maşına görə, nəysə görə yox. Və həmçinin üçüncü də iman ləzzətini duymaq üçün küfrə qayıtmağı elə bil ki, o da düşmək kimi ikrah eləmək, yəni küfrü inkar eləmək, küfrü ikrah eləmək. Onda biləcəksən, yəni küfrə düşməkdən qorxmaq. Və bu sifətlər kimdə olsa, o imanın ləzzətini duyacaq. Ən birinci, Allah və Rasulunu sevmək. Yəni, ən çox Allah'ı sevmək, sonra Peyğəmbərimizi sallallahu aleyhi ve sellemə. Və Peyğəmbərimizlə sevmək, ona tabi olmaqdır. Yəni, sevginin qaydaları var axı. Allah'ı sevirsənsə, biri deyir, mən Allah'ı sevirəm, amma namaz qılmır. Biri deyir, mən Peyğəmbərimizi sevirəm, ona tabi olmur və ya bidət edir. Və ya Allah'ı sevir, deyir, lakin pirə gedir. Bu bir başa düşmür ki, bu sevməyi iptal edir, bu sevməyi naqisləşdirir, azaldır. Peyğəmbər sallallahu aleyhi ve sellemə Allah və Rasuluna bağlılığı azaldır, zəiflədir. Zəifləsə duanın qəbulu da zəifləyir. Hər şey zəifləyir. Allah'tan kömək zəifləyir. Hər şey. Ona görə yəni müsəlman bunu başa düşsə, elhamdülillah. Sən əgər Allah'ı sevirsənsə, sevmək istəyirsənsə, bunlar olmalıdır. Allah və Rasulun hamısından çox sevmək, mömin qardaşı Allah üçün sevmək, bir də küfrə qayıtmaqdan qorxmaq, ehtiyat eləmək, çəkinmək, necə ki, oddan çəkinirsən. Və burada Şeyx Ubeyd də şərhdə gətirir, burada hədislərin birinə gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub, Ənəs radiyallahu anhu Səyyid Buxaridədir. Ənəs buyurur ki, bir kişi Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdu. Dedi, qiyamət günü açan olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qiyamətə nə hazırlamısan? Nə hazırlamısan? O dedi ki, məədəttu ləhə min kətir. Yəni, çox şey hazırlamamışam. Belə baxanda çox şey hazırlamamışam. Məsələn, biraz namaz var, biraz oruc var, biraz sədəqə var. Lakin mən Allah və Rasulun hər şeydən çox istəyirəm. Hamısından çox istəyirəm. Bir dənə bu var. Düz namaz, oruc, zəkat var. Ancaq bunu qeyd edir. Allah və Rasulun hamısından çox istəyirəm. Və bu vaxt Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əntə mə'ə mən əhbəbd. Sən kimi sevirsən, onunla da olacaqsan. Yəni Allahla. Qiyamət günü. Və sonra hətta başqa rivayətdə Buxarinin Ənəs deyir ki, fəqulnə və nəhnu kədəlik, sahabələr də oturmuşlar, eşidirlər bunu. Dedilər ki, ya Rasulullah, biz də Allah Rasul sevirik. Biz də Allahla olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, naam, bəli. Qalə Ənəs, fəfərihnə yevmə idin fərhan şədidə. O gün biz bütün günü fərəh içindəydik. Yəni, şad idik hamımız. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bu müjdəni verəndə. Və ümumiyyətlə Allah sevgisini təbii ki, qazanmaq üçün gərək Allah deyəni edəsən. Allah deyəndən çəkinəsən. Peyğəmbərə tabi olasan. Peyğəmbərə dediklərini tabi olasan. Çəkindiklərdən çəkinəsən. Bidət eləməyəsən. Allahın sevgisini qazanmaq üçün məsələn Quranla olur. Quranla oxumaq. Zikirləri eləmək. Bir dənə səhər axşam yox, ümumiyyətlə. Allah bir dənə səhər axşam zikir olmur ya, həmişə. Hətta müsəlman ayağın yoluna gedəndə də. Ayağın yoluna gedəndə, ayağından çıxanda da. Təsəvvürlə başqa necə, yemək yiyəndə, qutaranda, hər şey. Hətta cimada da. Ona görə Allahın zikri eləmək, Allahın sevgisini qazanmaqdır.
Və həmçinin qiyam-ül leyl, gecə namazı, Allahla təklikdə olmaq və həmçinin tövbəli olmaq, Allahın sevgisini qazanmaqdır. Navafilə ibadətlərin eləmək, çoxatmaq, Allahın sevgisini qazanmaqdır. Və Allah sevir, Allah sevə sifəti var, ixtiyari sifətdir. Bu ayələr də çoxdur Quran-ı Kərimdə qardaşlar. Allah Teala buyurur ki, İnnallahu yuhibbullezine yuqatiluna fi sabilihi saffa. Allah sevər, Allah onun yolunda bir səfdə, Allah yolunda döyüşənləri Allah sevər. İnnallahu yuhibbu. Və həmçinin başqa ayədə Allah Teala buyurur ki, İnnallahu yuhibbut tawwabin. Allah tövbə edənləri sevər. Tawwabin, çox tövbə edənləri. Və yuhibbul mutatahhirin. Və təmiz olanları sevər. Təmizləri sevər. Və başqa ayədə buyurur ki, İnnallaha la yuhibbul kafirin. Allah Teala kafirləri sevməz. Yəni mənası, əks mənasıdır ki, möminləri sevər. Allah sevir. Elhamdülillah. Və ona görə qardaşlar, lakin o sevgini qazanmaq üçün gərək biz onu sevək, hər şeydən çox. Sonra Peyğəmbərin sevək. Və şirkə buğz eləyək, şirk əhlindən buğz eləyək, sevmək onları. Müşrikləri sevmək olmaz. Yəni dini sevmək, düzdür. Allah Teala müşriklərin bəzilərinə icazə verib evlənmək. Məsələn, əhli kitabdan evlənmək ala bilərsin qız. Yəni məqsəd sevməmək, yəni olan dini, olan əqidəsi. Və onda sənin imanın kamil olur. Onda sən düzgün yolda olacaqsan, düzgün fikirdə. Və müəllif sonra 6-cı şərtə çatır, qeyd eləyir. İnşallah 6-cı şərt də inqiyaddır, yəni Allah Taala'nın əmrlərinə əməl eləmək. İnşallah bu qalsın gələn dərsimizə. Və ümumiyyətlə Allah Subhanahu Taala elhamdülillah hər bir rəhimlidir, sevir bizi, istəmir biz cəhənnəmə düşək. Ona görə Peyğəmbərlər yollayıb. Bu Allah Taala rəhmətindəndir. Kitablar yollayıb. Amma ne üçün gəlib olar? Bizim üçün. Ölü üçün gəlməyib ki. Bizim üçün gəlib. Biz onları oxuyaq, biz onları tabi olaq, nəcət tapaq. Nəcət yolunu da bizə göstərib. Hətta qiyamətin sual cavabı da bizdə var. Nələr soruşacaq? Deyib, cənnəti qazanmaq üçün nələr etsən qazanacaqsın, nələrdən çəkinsən. Cəhənnəmə nələr etsən, düşəcək hər şey deyib. Allah Teala bizə qarşı rəhimlidir. Ona görə döyüşlərin birindən qaydanda cariyələr olur. Elə olur ki, cariyələr biri uşağını itirir. Adam çox olur ona görə. Və bu vaxtı cariyə öz uşağını görür. Körpə uşağın gəlir, yapışır belə və başlayır əmizdirməyə. Peyğəmbər sallallahu əleyhi və səlləm bu hadisəni görür, deyir ki, o qadın öz uşağın o da atarmı? Təsəllüf belə hadisə. O qadın öz uşağın o da atarmı? Deyirlər, yox, heç kəs atmaz heç vaxt. Ana öz uşağın, özü də belə körpə. Deyir ki, Allah necə o rəhimlidir öz uşağına, Allah Teala bizə daha çox rəhimlidir. Yəni istəməz ki, biz cəhənnəmə düşək. Lakin seçim verib bizə. Seçim verib. Yaxşına pisi ayıraq, bir görək. Yaxşı insanla pis insanı seçmək üçün, cənnət əhlindən cəhənnəm əhlinə seçilmək üçün. Ona görə o şərtləri öyrənin. O şərtləri bilin, qardaşlar. Elm vacibdir. La ilahe illallah. Elə kəlmə deyil. Bir dənə elə fikirləşməsin kimsə. La ilahe illallah deyəcək, qutardı. Yox, la ilahe illallahın şərtləri var, hükümləri var. La ilahe illallahını pozan şeylər var, əməllər. Navaqidil İslam var, İslamı aparan əməllər var. Pozan əməllər var. İnşallah bunu keçəndən sonra onu oxuyarıq. Navaqidil İslam, İslamı pozan əməllər. Hansılı şeylər İslamdan aparır. Yəni, bəzi insanlar La ilahe illallah deyir, lakin şirk eləyir. Bəzi insanlar Muhammed Rasulullah deyir, bidət eləyir. Bəzi insanlar dində olanlardan, hələm bu dində olmayan, dində olanlar qarışıqdır hər şey. Bəziləri mənhəci etibarlı saymır.
Bəzilər mənhəci əqidədən ayırır. Olmaz əqidəni mənhəcdən ayırmaq. Əqidənlə mənhəci ayırmaq olmaz. Əqidənlə mənhəc birdir. İndi bunlar nə etmək istəyirlər? Mumeyyilərlə mübarizə, mubeyyilərlə, hizbilərlə mübarizə səbəblərindən biri nədir, qardaşlar? Onlar mənhəcə ayrılırlar. Əqidədən. Yəni, deyir ki, adamın əqidəsi var da, düzdür də. İndi mənhəcində nəsə varsa, yəni yenə əqidəsi varsa qutardı. Biz də deyirik onları ki, bizim mübarizə bundadır, qardaşlar. Yəni, mübarizənin əsaslarından biri. Biz deyirik, yox, əqidə salamatsa, mənhəc də salamat olmalıdır. Olunmaz, əqidə salamatdır, mənhəc xarabdır. Ayırmaq olmaz axı. Yəni, olanın dediyindən, məsələn, İbn Ladin onda sələfidir. Çünki əqidəsi sələfi idi, amma mənhəci nə idi? İxvan. Olunmaz, İxvan mənhəci sələfi sayılsın. Ona görə bizim etirazı olar, mümeyyilər sadəcə biraz gizlindilər. Ola bir şey tuta bilməsin hər kəs. Lakin onu gətirib çıxardır. Biz görürük, məsələn, Hələbi və s. kimlər barədə məsləhət görürdü, yəni məclislərində danışırdı. Hətta Səid Nursidən barədə. Hətta Səid Nursi barədə. Düzdür, bidətçilərin tarixindən danışanda nəsə demək olar. Məsələn, İmam Zəhəbi görürsən, bidətçilərdən də hətta danışır, Siyar-ı Ələmin Nübələ alimlərdən danışır da deyir. Məsələn, zahid idi, nə idi, bəzi sifətlərini deyir. Amma təhsil məqamında, bidət və s. başqa məqamlarda onları tərifləmək düzgün deyil. Tərifləmək düzgün deyil. Çünki insanlar bilmir axı. Deyir, o təriflədi, deməli, yaxşıdır. Aydındır, qardaşlar. Ona görə əqidənlə mənhəci ayırmaq olmaz. Birdir. Əgər əqidəsən sələfisə, mənhəci də sələf olmazsa. Olma bilməzsən, əqidədə deyirsən, sələfi Allah səmandadır, Tohid, Uluhiyyə, Rububiyyə, Əsma-i və Sifət, isim və sifətləri necə gəlib, o cür qəbul edirik. Allah qiyamət günü görəcəyik, cənnətdə görəcəyik və s. Bunlar deyir. Ola bilir, desin bunu. Amma mənhəcə gələndə, məsələn, xuruc görür. Məsələn, təkfir edir bəzi günahları. Hizbilərlə oturub durur. Hizbiləri məsləhət görür. Və s. Hələ onlara görə sələflərə rədd edir. Hizbiləri müdafiə edir. Belə sələf olar. Bunlar deyirlər, bu olsa da mənhəcdə bu problem yenə sələfidir. Nə də əqidəsi. Neçə ayrıblar. Ayrıblar ona görə. Və odur zəlalət, səhvdir. Əqidə mənhəcə ayırmaq olmaz. Kim deyir, əqidəm sələfidir, mənhəc də sələfidir, onda o sələfi sayılır. Aydın qardaşlar. Allah subhanətlə bizə işin faydalarından etsin. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.